düsturu dedik nədir? Sinus bölək kosinus. Sinus bölək kosinus. İndi burada biz tangens almaq üçün deməli sinus böl kosinus formasında ifadə almalıyıq ki, tangensi gətirək yerinə yazaq. Onda burada olan ifadə, yəni bu misalda ümumi kəsrdə hər bir ifadənin hər birini deməli kosinus alfaya bölək. 4 sinus alfanı bölürük kosinus alfaya. Çıxaq. 5 kosinus alfanın özünü də bölürük kosinus alfaya. Kosinus alfaya bölməkdə məqsədimiz sinus böl kosinusu tapmaqdır. Sinus böl kosinus alfanı ala bilməkdir. Ona görə bölürük. Məxrəcdəki 2 sinus alfanı da bölürük kosinus alfaya. Sonra buradakı kosinus alfanı da bölürük kosinus alfaya. Baxın, burada bir tangens alfa əmələ gəlir. Çünki sinus bölək kosinus var. Burada da bir dənə sinus böl kosinus var. Burada da bir tangens alfa əmələ gəlir. Amma bunlar da gedir. Kosinusdan kosinus getdi. Kosinusdan bu kosinus getdi. Yerdə qaldı deməli belə. 4 dedik, bunun yerinə nə yazaq? Tangens alfa. Minus, bunlar 1 eləyib, qalıb bir dənə 5. Bu ifadədə yenə tangens verdiyinə görə 2 tangens alfa plus kosinus böl kosinus da bizə 1 verir. Bu da bərabərdir. Tangens alfanın yerinə mənfi 3 veriblər. 4 vuraq mənfi 3 minus 5. 2 vuraq mənfi 3 plus 1. 4'ü mənfi 3'ə vuranda mənfi 12 minus 5. Mənfi 6 plus 1. Mənfi 17 böl mənfi 5. Mənfilər ixtisar gedir. Deməli 17'ni də 5'ə böləndə 3,4. Belə bir ifadə alınır.